Selamünaleyküm hörmətli yurttaşlar. Bugün Xuda xalasa Ziyad apama yine geldik. 4 gilə. Acayip ətib köpəçə şəhbərdi. Kızın səhbərə 10 köpəçə buldu. Maloşin svetdən. Güllərini görüntüslərini acayip buldu. Zorundan, yaxşısından. Bunların həm manxoy astarları özünə mas buldu. Ağzına zamok koyuldu. Görüş üçün içi aberlok dokuldu. İştikəm uldətib, yaxşı ətib tikildi. İçinə 6,5 kilo paxta salındı. Keyin bunlara 4 dənə barış işləb verdik. Özünə materialından içi paxta oldu. 2 kağıt salındı. Gülləri zor olub, acayip pişəndi. Görüb ötəsilə Xuda xalasa. Keyin 10 dənə təkəsini verdik. Argiyanla. İçinə sintifon təkə verdik. Basılmıydı olma, yaxşısından. Zor ətib işləb verdik. Keyin bir dənə ullu kətdə körpə işləb verdik. Xuda xalasa bana görüb ötəsilə gül koyub tikildi. Razmerləri 2.30'a 2.40. İçinə 3,5 kilo paxta salındı. Astarlarım özlərinə mas olub, çaylı olub işləndi. Xuda xalasa, şimdi xidmətlər gerek olsa dükkanımızda kütük qalamız. 4 kilo bazarı. 215-220 mağaziyalar.